İslam Media TV təqdim edir. Sevirəm səni, gözəl kəndimiz. Yaşıl neşəli, ömrü neşəli. Sevirəm səni, gözəl kəndimiz. Salam, xoş gördük dəyərli tamaşaçılarımız. Dəyərlərimiz verilişinin növbəti sayı bugün Borçalımızın gözəl kəndlərindən olan Axıl Mamutlu kəndidir. Bugün də yenə verilişimizin belə deyək, adətinə görə bu kəndin tarixi, adət-ənənəsi ilə, keçmişi ilə və bugünü ilə ümumiyyətlə bizi maraqlandıran, sizi maraqlandıran nə varsa çəkib sizlərə təqdim edəcəyik. Əziz tamaşaçılarımız, biz Axıl Mamutlu kəndindəyik və ilk elə ziyarət eləyəcəyimiz yer məhz bu kəndin məscidi olacaq ki, hal-hazırda biz artıq məscidin həyətinə çatırıq. İnşallah məsciddə də bizi məscidin axundu qarşılayacaq və məscidin keçmişi, bugünü haqqında inşallah ki, ona verəcəyimiz suallar olacaq. Dəyərli tamaşaçılarımız, biz artıq məhz Axıl Mamutlu kəndinin məscidindəyik və elə məscidin axundu da hal-hazırda bizim yanımızdadır. İnşallah ki, ona da bizim suallarımız olacaq. Ağacan, xoş gördük sizi. Çox sağ olun, minnətdarım. Ağacan, istəyərdik, Allah razı olsun, istəyərdik bizə əvvəlcə özünüzü tamaşaçılarımıza tanıtdırardınız. Özünüzü harada təhsil almışsınız, biraz məlumat verərdiniz. Bismillahirrahmanirrahim. Mən Hüseyn Faris Saqifoğlu, bu kəndin məscidinin xidmətçisiyik, axunduyuq. Özüm orta məktəbi, Natıqan orta məktəbimizdə, kəndimizdə təhsil almışam. Yəni ki, Araqlıda qutarmışıq. Və indi də bir son 3 il bundan qabaq Əhl-i-Beyt cəmiyyətində dini təhsil alıram. Hal-hazırda kəndin axundu təyin olunduq idarə tərəfindən. Yəni ki, xidmət edirik Allahın mərhəmətindən, çox şükür. Biraz istəyərdik bizə məscidin haqqında məlumat verəsiniz. Eşitdiyimizə görə bu məscid də tarixi məsciddir və belə deyək, çox keçmə-keçli həyatı olub elə bu məscidin. Biraz o haqda deyərdiniz. Təbii, əziz qardaşım. Yəni, SSR dönəmində Gürcistan torpağında olan məscidlərin, digər məscidlərin də demək olar ki, taleyini yaşadı bizim məscidimizdə. Əvvəllər biz babalarımızdan, Allah hamısına rəhmət eləsin, dünyasını dəyişiblər. İşdiyimizə görə yəni bu məscid müxtəlif formalarda cəmaatın istifadəsinə verilmişdi. Gah ambar olub, gah başqa sayılara. Son dönəmdə isə mənim özüm də körpə olan vaxtlar yadıma gəlib, buradan yəni mağazin kimi istifadə edirdilər.
Və bir neçə il bundan əvvəl dəyərli qardaşlarımızdan biri gəlmişdi, təşrif etmişdi məscidimizə. Elə ondan da biz xahiş edib bu kitabəni də oxutduq. Yəni orada təxminən məscidi tikən şəxsin adı qeyd olunmuşdu və tarixi 160 ildən artıq birlə gəlib təsadüf eləyirdi. Məscidimiz İmam Sadiq əleyhissalamın adını daşıyır. Təxminən 6 il bundan qabaq fəaliyyət göstəririk. Böyük Allahın kərəmindən sübh əzanları gündəlik verilir. Cəmaət namazları əsasən şam namazlarında baş verir. Və həftənin 4 gününü, 2 gününü oğlan uşaqları üçün, 2 günü də qız uşaqları üçün saat 4-də təqribən dərs günü kimi istifadə edirik. Tələbələrimiz də şükür Allaha təhsil alırlar. Biz də bir qardaş kimi, bir müəllim kimi xidmət edirik. Aşura mərasimləri, məhərrəmliklər qeyd olunurmu, keçirilirmi? Bəli qardaşım, aşura mərasimləri, məhərrəmliklər çox möhtəşəm bir halda qeyd olunur. Yəni cəmaatımız sağ olsunlar. Yəni elimiz bildiyimiz kimi məsələn Borçalı ellərinin böyük bir qismi Əhl-i-Beyt aşiqlərinin məkanıdır, diyarıdır. Və biz də elə hörmətli və dəyərli ağsaqqallarımızdan, valideynlərimizdən İmam Hüseyn əleyhissalamın haqqında kifayət qədər eşitdik, bildik. Elə xəmirimiz Əhl-i-Beytin məhəbbətindən yoğrulmuş demək olar. Bəli, keçirdirik cəmaatımızın dəstəyi ilə, köməyi ilə çox gözəl formada. Sağ olsun qardaşlarımız da gələn moizə edən qardaşlarımız da var, dəfələrlə Kərbəlayı Fariz qardaşımız da gəlib, bir neçə dəqiqə məsələn moizə eləyib, xidmət eləyibdir. Elə də digər qardaşlarımız, yəni əlaqələrimiz şükür Allaha çox gözəldir, münasibətlərimiz sıxdır. Yəni ki, çox şükür Pərvərdigarın mərhəmət nəzərinə ki, ellərimiz hələ də ki, Əhl-i-Beyt yolunu getməkdə cəhdkardılar. Gözəl. Bu kənddən ziyarətdə olanlar varmı? Hara məsələn ən çox ziyarətə gedənlər var? İnşallah ki, Allah Teala gedənlərin ziyarətlərini qəbul eləsin, getməyənlərə nəsib eləsin. Bəli, kəndimizdən bir neçə nəfər İmam Rıza əleyhissalamın ziyarətində, Fatimə-i Məsumə əleyhissalamın ziyarətində olublar Qum şəhərində. Əvvəl mən getmişəm ziyarətə. Çox dəyərli qardaşlarım, Əhl-i-Beyt cəmiyyətinin sədrinə də minnətdarlığımı bildirirəm. Şükür Xaliqin mərhəmətinə bir neçə nəfər də zəvvarımız var ki, İmam Rıza əleyhissalamın gözəl məzhərindən, məqamından, hərəmindən bəhrələnirlər. Bundan başqa da bu yaxınlarda bir neçə il bundan qabaq İmam Əli məscidinin nümayəndə heyətinin təşəbbüsündən bir mərasimdə yenə Əhl-i-Beytə aid bir təvəllüd idi. Yarışma kimi, uduş kimi təşkil olunmuşdu da gəldi bizim kəndimizdə nəsib oldu Kərbəla ziyarəti. O da getdi, gəldi, zəvvar oldu. Allah qəbul eləsin. Allah sizləri də müvəffəq eləsin inşallah. Allah belə də sizi bu kənddən, bu yerdən də əksik eləməsin. Sağ olun. Çox sağ olun, minnətdaram sizlərə. Mən də istifadə edirəm fürsətdən əziz qardaşlarım. Sizin bu dəyərli adınızı alqışlayıram və inşallah ki, xidmət edirsiniz həqiqi mənada. Mən də sizə gələcəyinizə uğurlar arzulayıram. Allah aqibətinizi xeyir eləsin. Dəyərli tamaşaçılarımız, Axundla səmimi söhbətdən sonra bu kəndin tarixi barəsində maraqlandıq. Dedilər kəndin ziyalı və çox hörmət edilən ağsaqqalı olan Tofiq müəllimin evinə yol alın. Biz də yol aldıq elə Tofiq müəllimin evinə. Hörmətli tamaşaçılarımız, biz Axlı Mahmudlu kəndində gəzintimizi davam etdiririk və hal-hazırda biz Tofiq müəllimin evinə gəlmişik və məhz bu evə, Tofiq müəllimin evinə gəlməkdə məqsədimiz isə bu kəndin tarixi ilə bağlı belə deyək, cavablar almaq üçündür. İnşallah ki, bizi qane eləyən suallarımıza cavabları Tofiq müəllimdən ala bilərik. Hörmətli tamaşaçılarımız, biz artıq Tofiq müəllimin evindəyik və inşallah ki, maraqlı bizim Tofiq müəllimlə söhbətimiz olmalıdır. Xüsusən Axlı Mahmudlu kəndinin tarixi ilə bağlı və bugününlə bağlı belə deyək, biz söhbətlər aparacaq. Əvvəlcə qoy elə Tofiq müəllimi özünü öz dilindən tanıyaq. Xoş gördük Tofiq müəllim. Çox sağ olun. Mən Tofiq müəllim Sadiyev Tofiq Axlı Mahmudlu məktəbində müəllim işləyirəm. İlk təhsilimi İbtidai məktəbi Axlı Mahmudlu məktəbində almışam. Orta təhsilimi Qaçağan orta məktəbində qurtarmışam 60-cı ildə.
60-cı ildə Tbilisi Pedaqoji İnstitutuna qəbul olmuşam. Hal-hazırda 68-ci ildən bu vaxta qədər öz kəndimdə kəndim balalarının təlim-tərbiyəsi ilə məşğul olmuşuq. Hal-hazırda yenə də işləyirik. Çox gözəl. Müəllim, biz İslam Media Televiziyası olaraq, belə deyək, kəndlərimizin dəyərlərinə maraqlanırıq və kəndlərimizin dəyərlərini istəyirik çəkək tamaşaçılarımıza, xüsusən gənc nəsillərə çatdıraq və eləcə də unudulmuş tarixi, o belə deyək, tarixi məlumatlar ki var, bilirik ki, o sizin kimi ağsaqqallarımızda belə deyək, o məlumatlar var. Ona görə istəyirik biraz bu kəndin tarixi haqqında bizə məlumat verəsiniz. Nəyə görə bu kəndin adı məhz bu cür adlanıb və başqa bildiklərinizdən? Belə də indi hər kəndin adı müəyyən bir şəxsin adıyla adlanır və yaxud bir dağın müəyyən bir hadisənin adıyla kəndin adı bağlanır. Bu rəvayətə görə kəndimizin tarixi uzundur, qədimi tarixi var. Ancaq belə ki, rəvayətə görə bu kənddə az miqdarda ev eşiyi olubdur. Bir neçə evdən ibarət olub. Burada Mahmud adlı bir nəfər yaşayıb, çox axıllı, dünya görüşlü, xalqın hörmətini qazanan, xalqa xidmət edən, xalqı məsəl üçün düz yola dəlalət edən bir şəxs olub. Bu axıllı Mahmud adından get-gedə bu axıl Mahmudul adını qəbul edibdir. Bu adam qısa olaraq deyilir, axıllı Mahmud. İndi birləşib uzun müddətdən bəri elə daha Mahmud adı yoxdur, elə axıllı Mahmud adını götürmüşük. Kəndimizdə dəyərli kişilər çox olubdur. Xalqın etibarını qazanan, xalqın məsəl üçün xidmətində duran, şəxsən 1941-45-ci müharibə ərəfəsində kəndimizdən 10-15 nəfər vətəni qorumaq üçün müharibəyə çağırılıbdır. Onlardan salamat qaydanı olub, şikəst 50 olan da olubdur. Lakin 4-5 nəfəri 42-ci ildə şəhid olubdur. Onlardan Hadıdır, Həmzədir, Sədidir və s. Hal-hazırda onların tarixi abidə olaraq Axıl Mahmudlu məktəbinin həyətində onların abidəsini qoymuşuq. Şəkilləri var, dörd yanında məsələn təmizləyir şagirdlər, ona qulluq edir. Nəyə görə? Vətənimizin müdafiəsi üçün, xalqın müdafiəsi üçün özlərini canını fəda veribdir. Onunla əlaqədar olaraq kəndimizdə daha dəyərli kişilər olubdur. Kənddə sınanmış seyidlərimiz olubdur, tanınmış kişilərimiz olubdur. Böyük nətərzdə da inamlı olan Mirağa, Seyid Mirağa olubdur. Onun törəmələri, onun oğulları Seyid Rızadır, Seyid Məhəmməddir, Seyid Əhməddir və s. Bunların deyək ki, ocağını davam eləyibdir. Həl-hazırda yeni yetmələr Allah sağ eləsin, yəni məscidimizdə xidmət eləyirlər, xalqımızın xidmətində dururlar. Allah onların ocağını həmişə belə xeyirha eləsin. Yaxşı ocaqdılar, yaxşı ailədirlər. Kəndin dəyəri balalarıdırlar. Bununla əlaqədar olaraq müharibə devrində kəndimizdə Molla Abbas deyilən bir şəxs yaşayırdı. Onun hal-hazırda binası yenə kəndimizdə abidə, tarixi abidə olaraq qalıbdır. Orada yalnız kəndimizin balaları təhsil alır. Həmin balalarımızın təhsili üçün 18 nəfər müəllimlərimiz kəndin balalarının təlim-tərbiyəsinə məşğul olurlar. İndi belə də, indi hər eldə, hər obada kəndin dəyəri oğulları olur. Bizdə də belə olubdur. İndi yenə də sağ olsunlar ki, kəndin dəyəri balaları xalqa xidmət edir. Qaldı, hər kənddə bir adət-ənə olur. Keçmiş vaxtlarda 50-55-ci ilə qədər kənddə toy mərasimi olanda günüz elə ki, gəlin gəlirdi, qara zurna dəf çalınırdı. Elə ki, axşam yığınaq oldu, mağar oldu, 3-4 gündən yığınaq olurdu. Çıralar yanırdı, ləmpələr, o vaxt 30-luq ləmpə deyirlər də, ləmpələri qorurdular qətərlə, daha orada xanəndə yox, aşıq devran eləyirdi. Müəllim, istəyərdik biraz da bu hal-hazırda kəndin nüfuzundan biraz məlumat verərdiniz. Kənddə neçə ev var, təxmini əhalinin sayı nə qədərdir?
Kəndimizdə hal-hazırda 140 ev var, lakin 250 təsərrüfat var. Belə ki, bir ailə, bir qırşanın altında 2 ailəmi, 3 ailəmi yaşayır. Ona görə təsərrüfat çoxdur, qırşa isə 140 evdən ibarətdir. Əsas məşğuliyyət nədən ibarətdir əhalinin? Kənddə əsas məşğuliyyət təsərrüfatçılıqdır, maldarlıqdır. Ömür boyu dədə babamızdan təsərrüfatla məşğul olmuşuq. Maldarlığın təsərrüfatçılıqla özgə həmişə qədimdən belə olubdur da. İndi elə bunun adəti də davam eləyirik. Biraz da istəyərdik sizin bu adət ənənələrinizdən, yəni əvvəllər nə cür olub və bugün nə cürdür və sizi qane eləyirmi, unudulmuş adətlərimizdən biraz bizə danışardınız? İndi hər şey müasirləşibdir, keçmişlə indikinin arasında fərq çoxdur. Deməli, 55-ci ilə qədər kənddə keçirilən toy mərasimləri belə gedirdi. Ha vaxt ki, ocağın gəlini gəlirdi, o vaxt qara zurna, dəf çalınardı, əhali yığılardı, şənlik eləyərdi. Elə ki, mağar yığınağa gələndə belə olur, 3-4 gün mağar olurdu. Onda dəyərli aşıqlar, məsəl üçün, bizim ən dəyərli aşığımız olub, Allah rəhmət eləsin, Aşıq Əmrah Gülməmmədov, Türk dünyasının məşhur saz ustasıdır. Onu aparardılar məclislərə, o dastan danışardı. Qurbanidən, Kərəmdən, Əsl Kərəmdən, Koroğuldan, Qaçaq Nəbidən. Bu dastanın elə yerində dayanardı ki, xalq məcburi səhərsi bir də yığılırdı həmən mağara ki, aşıq həmin dastanı qoy tam bizə çatdırsın. İndi onunla bu devrin arasında müqayisə çoxdur. İndi müasirləşib, aşığa o qədər yer vermirlər, xanəndə gətirirlər. Kimi zövqü hansına uyğundur, o musikanı gətirib toylarını keçirdirlər. Amma yəni əvvəlki adətlər məncə daha gözəl idi, daha insanlara yəqin ki, xoş gəlirdi. Məsələn, o dediniz ki, dastan oturub saatlarla ona qulaq asasan və sabah onun bir də davamını gözləyəsən. Yəni məclislər deyirsiniz bir neçə gün olurdu, eləmi? Məclislər ən azı 4 gün. 4 gün məclis keçirirdi. O da nəyin xətər keçirirdi? Həmin aşığın çaldığı havalara, xalqı cəlb elədiyi onun oxuması və əsas dastanların danışılması. Deyirəm, dastanı elə yerdə danışırdı ki, kəsirdi. Deyək, Kərəmlə Əslinin görüş məqamında orada kəsirdi. Orada yığılan toy iştirakçıları da darıxırdı ki, ay aşıq, bunun arxasında deyilən, aşıq deyirdi, yox, arxası səhər olacaq. Nədir, xalqı maraqlandırsın, xalq özün cəlb eləsin ki, doğrudan da dastanda belə hökm var, xalqı maraqlandırır, xeyir işlərə cəlbeli gətirir. Çox sağ olun, müəllim, biz sizə minnətdarlığımızı bildiririk, yəni bizə bu elin haqqında məlumat verdiniz, bizə belə deyək, tamaşaçılarımızı məlumatlandırdınız. Biz sizə təşəkkürümüzü bildiririk. Evinizdə həm də bizi qonaq elədiniz. Allah sizdən razı olsun deyirik. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Bax belə əziz tamaşaçılarımız, Tofiq müəllimin gözəl səmimi söhbətindən sonra ona təşəkkür edib, Allahdan uzun ömür diləyərək yolumuzu Axıl Mahmudlu kəndində davam edirik. Bu dəfəki gedəcəyimiz yer isə uzun illər Kərbəla şəhidlərinin məclislərində qulluq edən bir nənəyi, həqiqət nənəmizi ziyarət edəcəyik. Hörmətli tamaşaçılarımız, biz Axıl Mahmudlu kəndində hal-hazırda bir evi ziyarət edəcəyik ki, bu evdə həqiqət nənə yaşayır. Həqiqət nənənin ziyarətinə gəlməyimizin bir səbəbi var ki, bilirik ki, Sovet dönəmində evlərdə belə deyək, məhərrəmlikləri qeyd edirdilər. Buna da səbəb təbii ki, məscidlərdə imkan vermirdilər. Ona görə də məhz həqiqət nənənin evində də bu məclislər keçirilir. Biz də istədik ki, məhz o tarixə qayıdaq, biraz o haqda söhbət edək, ona görə də bu evi ziyarət edirik.
tamaşaçılarımız, bayaq da qeyd etdiyimiz kimi biz artıq bayaq dediyimiz evdəyik. Məhz yanımızda da bu evin belə deyək, qocası, qocaları, yaxınları burada yanımızda əyləşiblər. Bir-bir inşallah onları hamısını tanıyacaq və istəyərdik elə birinci məhz bu evin yaşlı Ağbirçək nənəmiz, Həqiqət nənə bizim yanımızda oturubdu. Elə onu tanıyardıq. Həqiqət nənə, xoş gördük sizi. Xoş günün olsun qadan alım. Siz də xoş gəlibsiniz, safa gətiribsiniz. İndi mən deyirəm ki, mənim qaynatam da Allah yoluna qulluq eləyən adam idi. Allah yolundan ömrü billahında çıxan insan döydü. Fağıra, fuğra, hər şeyə nəzarət salan idi. Üzr istəyirəm nənə, siz yəni bu evin gəlini olubsuz, elə mi? Mən bu evin birinci gəlini mən olmuşam. Siz özünüz haralısınız, hardan gəldiniz? Buralı bu kənddən. İndi mən onu deyirəm ki, mənim qaynatam bu imam yolunda çox əziyyət çəkən insan idi. İmam İsəni verərdi. Başına böyükləri, ağsaqqal, qarasaqqal, arvaddı, kişidir, hamısını yığırdı. Həmən bax bu öydə eysan verirdi, mərsəd edirdirdi. Çayla, çörəklə, elə olurdu, halva çaldırırdı, yedirdirdi. Gecənin nə qədəsi olsa da insanlar da dağılırdılar, deyirdi, ziyaratınız qəbul olsun ay bala. Həmişə belə yollara qulluq eləyəsiniz imam yolunda. Ondan sonra qaynatam da öləndən sonra qaynatam, qaynanəm. Yoldaşım dedi ki, indi atamın dediklərini mən yerdə qoya bilmərəm. İndi özümüz verək. Özümüz də belə verirdik. Qabaqca Seyid Məhəmməd babayı rəhmətlik hələ sağ idi onda. Gəlirdi, mərsə deyirdi, yenə xalq yığılırdı. O da tələf olandan sonra özümüz məhlə yığıldıq. Dedik, gəlin özümüzə iş tapaq da, imam yolunda qulluq eləyək. Otururduq bu 3 el tüçümüzdə. Birimiz yayırdıq, birimiz çöyürürdük, yığırırdıq. Yaxşı halva çalırdıq. Bax, stolları belə düzürdük fanamesin altına. Bəlkə də 30-40 ərci yücüyünə körpə ışıqatan oturdurduq. And olsun Allaha. Halalları olsun, yeyirdilər, içirdilər. Qalanını da yığışırırdıq, pükürdüm çətirin arasına, deyirdim, apar, nöydə bəlkə xəstə var, bəlkə gözü baxan var, növhüsü qaçan var. Ehsan eləyirdiniz, paylayırdınız. Hə, ehsan eləyib paylayırdıq, həm də yeyilirdi ay bala. Həmən vaxtda lap o qaynatanız ki, bu ocaqda deyirdiniz, məclislər qururdu. Kərbəlayı Əsəd idi, eləmi ismi? Bu kənddə həmən vaxtlar məscid var idi mi? Var idi, amma qoymurdular məscidə mərsə deyilməyə. Öydə deyilirdi. Mən vaxtından elə qaynatam özü dedi ki, mən burada verəcəm dedi, qoy gəlsinlər, ziyarat eləsinlər. O Kərbəlayıya qapıda məhz bu məclisləri qurduğuna görə bir söz deyən olurdu mu? Yox, heç kim də heç dat demədi. Demədilər, yox. Gərək düzün deyin, ay bala, hər şeyin. Bax, qaynatam elə insan idi. Sonra da yoldaşım. Meçid açılandan sonra da, bax, bu Farizin atası rəhmətliklə, özündən balacalarla, hamısından meçiddə əziyyət çəkib, qulluq eləyib. Allah qəbul eləsin. Canın sağ olsun. Yığırdı xalqı, məzərxanlığı edirdi oraya. Gedirdi, qəbirstanlığa dua verirdi, yığışırırdı, gətirirdi, uşaqları deyirdi, indi gəlin oturun, çörək yiyin. Allah qəbul eləsin, Allah sizdən razı olsun. İstəyərdim bu nənələrimizi də tanıyam. Bu nənə kötükdür. Adınızı deyərdiniz nənə, adınız, isminiz nə idi sizin? Adım Sahat. Sahat nənə. Saat nənə, siz özünüz o günləri necə xatırlayırsınız? Dedi bayaq, Həqiqət nənə ki, sizin də zəhmətiniz olub burada. İmam İsa'nın da fətir yayarmışsınız. Biz də burada olmuşuq, kömək eləmişik, işləmişik, həmən kişilərə qulluq eləmişik, İmam Həsənlə də qulluq eləmişik. Canınız sağ olsun, hamısına da qulluq eləmişik. Sonra da Qəğocalıya gedirdik, başqa arvad var idi. Orada onun İmam Həsəni verirdi, mərsə deyirdi, gedirdik. Bu deyirdi, başqa arvad var idi, gözəl arvad var idi, qaynənəmiz idi. Gedirdik orada yaxşı mərsə deyirdik. O oxuyurdu, Allah ona da rəhmət eləsin arvada.
Gəlir düyüyə. Canınız sağ olsun gənə qaraq. Meşqdə də gənə gedirdik. Qulluq eləyirdik. Əlimizdən gələni qavdı, qaşıqlı yuyurduq xörək. Altına üstünə kömək eləyirdik belə. Allah köməyiniz olsun. Allah öz dərgahında ali dərəcədə qəbul eləsin zəhmətinizi. Nənəm sizi də tanımaq istəyərdik. Sağ olun nənə. Sizi də tanıyardıq. Adım Tamaradır. Siz necə xatırlayırsınız o günləri? Bu eltilərimin qulluqçusuydum. Odun gətirirdim, şarjın altını qalayırdım, yay, pətiri yayırdım, pükürdüm. Ondan halvayı qoyurdular, mən də paylayırdım. Allah heysənlərini qəbul eləsin, sizin də canınız sağ olsun. Mənim də işim əlimdən o gəlirdi. Allah köməyiniz olsun, Allah zəhmətinizi qəbul eləsin. Canınız sağ olsun. Sağ olun nənə, çox sağ olun. Canınız sağ olsun, hörmətiniz də artıq olsun ay bala. Amin, amin. Çox sağ olun. Dəyərli tamaşaçılarımız, bax bu gözəl nənələrimizlə də elə anladıq ki, sizə də belə deyək, çox gözəl bir təsir bağışlayardı hər halda bu söhbətimiz. İnşallah verilişimiz davam eləyir və başqa ziyarət eləyəcəklərimiz yerlər olacaq, orada görüşərik inşallah. Əziz tamaşaçılarımız, Ağbirçək nənələrimizlə gözəl və səmimi söhbətlərdən sonra Axıl Mahmudlu kəndində bu kəndin dəyərli insanlarını ziyarət etməkdə davam edirik. Növbəti gedəcəyimiz yer isə Aşıq Dədə Əmrahın yaşadığı ev olacaq. Dəyərli tamaşaçılarımız, biz Axıl Mahmudlu kəndində gəzintimiz demək olar ki, hələ axşam düşməsinə baxmayaraq davam eləyir və bu kənddə biz belə deyək, çəkilişlər aparan vaxtı bizə, şəxsən mənim özümə məlum oldu ki, Aşıq Əmrah, yəni Dədə Əmrah məhz bu kənddə yaşayıb, məhz hal-hazırda oturduğumuz bu evdə yaşayıbdır. Ona görə də biz bu evi ziyarət eləməyə gəldik və bu evə gəldik. Hal-hazırda bizim bu evdə yanımızda əyləşən onun nəvəsi bizim yanımızdadır inşallah. Əvvəlcə onun özünü öz dilindən tanıyaq. Xoş gördük sizi. Xoş gördük. Mən Dədə Əmrahın nəvəsi Abbas Gülməmmədovum. Uşaq vaxtlarımdan saza, sözə, şeirə meyl eləmişəm. Məndə şeir təbi oyanıbdır. Yaradıcılıq illərim orta məktəb vaxtından başlayıbdır. Bizdə çox saz çalınardı, söz qoşulardı, söz oxunardı. Onların sədası altında məndə şairi təbi oyandı. Mənim ilk sənətim, yaradıcılığım 4-cü sinifdən olubdur. Rəssamlıq eləmişəm. Gözəl şəkillər çəkmişəm, saysız, hesabsız şəkillər çəkmişəm. Sonradan şeir yazmağa başlamışam. Çox saysız, hesabsız şeirlər yazmışam hər mövzuda. Fəlsəfi şeirlər yazmışam. Siz özünüz də bayaq qeyd elədiniz ki, bu evdə belə deyək, görkəmli insanlar, aşıqlar, şairlər olublar. Bəli. Mən biraz da tamaşaçılarımıza dəqiq məlumat verək ki, Aşıq Əmrah neçə il bu evdə yaşayıb və bu haqda biraz? Aşıq Əmrah 59-cu ildən Kürs Kəpənəsidən gəlibdir buraya, ondan bəri evlənibdir. Ta vəfat edənə kimi 1987-ci ilə qədər burada Borçalı sürgəndə yaşayıbdır. Hər yerə də gedibdir buradan. Toylara gedibdir, ağır məclislər yola salıbdır. Azərbaycana gedibdir. Ondan sonra Moskvaya da gedibdilər aşıq yoldaşlarından. Orada çıxış ediblər. Dünyasını da bu evdə dəyişib. Bəli, həmən bu evdə. Bu kənddə də dəfn. Kənddə, bəli. Onun sazı öz sazıdır. Yəni öz sazıdır. 11 telli sazdır. Bir isim özü əlavə edibdir, sazı təkmilləşdiribdir. İstəyərdik, bax sizin özünüzün biz bayaq evinizdə olarkən gördük ki, sizin özünüz də çox zəngin bir insansınız. Həm şairinizlə, həm rəssamçılığınızla belə deyək, hər bir
tərəfli, həm də aşıqsız, belə deyək. Və yazdığınız şeirlərdən istəyərdik birini bizə səsləndirəsiniz. Mən bunu ana tərəfim, yəni baba tərəfim Seyiddir da, mənim ana tərəfim. Onlara həsr eləmişəm. Onlar vaxtilə Mazandarandan gəlibdilər. O köhnə dədə babalarımın adını bu şeirimdə çəkmişəm. Belə yazmışam ki, pirlərim ötüftür əldə Qurandan, şanlı Mədinədən, şanlı İrandan, əslimiz yol alıb Mazandarandan. O Mir Mehdi sahib bəzin əsliyik, həm seyidik, bismillah nəfəsliyik. Burada zərgələnən ocaq pirləri, ol Seyid Hüseyin, ol Seyid Miri, üstündə şam yanan pir qəbirləri, o odlara pərvanələr hisliyik, həm seyidik, bismillah nəfəsliyik. Hanı Seyid Musa, ol Seyid Əhməd, ol Seyid İsmail, onlara rəhmət. Söylərmiş pir qoca Seyid Məhəmməd, biz Məhəmməd ümmətinin əsliyik, həm seyidik, bismillah nəfəsliyik. Eyləsi bu oddan nur gülü dərmiş, qapıya kör gələn görüb gedərmiş. Gileylənmə etdiklərin hədərmiş, yeddilərdə yeddi nübar fəsliyik, həm seyidik, bismillah nəfəsliyik. Kabul Əsəd gözəl bir ad eylədi, Kərbəlada Hüseyni yad eylədi. Rəhmət ona bizləri şad eylədi. Biz qocalar, haqqa iman əsliyik, həm seyidik, bismillah nəfəsliyik. Seyid İrza babam, pirlər məşəli, Seyid Əlidədir şəhidan pəli. Saqifin dilində imam ya Əli, biz 12 imamların əsliyik, həm seyidik, bismillah nəfəsliyik. Bir şeirdə Həzrət Əli əleyhissalama həsr eləmişəm. Söyleyeyim, dinləyin. Şirin-şirin dərslərimi qalayıb, yana-yana sulanıram ya Əli. Bəli, sənsiz fani dünya yalanmış, səni deyib qalanıram ya Əli. Xub dolanıb əyri çalma sərində, nə axtarır duyğuların dərində, aciz olub Rüstəm əməllərində, Şamına mən dolanıram ya Əli. Üzün göylər camalıdır görürəm, baxışların mənalıdır bilirəm, görkəminin dəlisiyəm, ölürəm, sirrini agah qanıram ya Əli. Sən Əlisən Məhəmmədin vüqarı, yerin göyün Allahın iftixarı, xəyalıma çəkəndə zülfüqarı, hiddətindən çaylanıram ya Əli. Abbas onun 7 sirli rəngi var, bu həzrətin qüdrətində cəngi var. Şird onun da Allahımın pəl vuran pələngi var, cənginə fəda oluram ya Əli. Allah sizdən razı olsun. Çox gözəl şeirləriniz həqiqətən insanda bir iz qoyur. Dinlədikcə insanda bir iz qoyur. Mən sizə minnətdaram. Sizə Allahdan uzun ömür arzulayıram. Çox sağ olun ki, bizi evinizdə qonaq elədiniz. Bax belə əziz və dəyərli tamaşaçılarımız, Dədə Əmrahın nəvəsi Abbas müəllimə də gözəl qonaqpərvərliyinə görə minnətdarlığımızı bildirib, Axıl Mahmudlu kəndində bu kəndin dəyərli insanlarını ziyarət etməkdə davam edirik. Bu kənddə çox dəyərli və hörmət sahibi olan seyidlər də olub. Onlar bir rəvayətə görə Şah Abbasın Gürcüstana səfərindən sonra Gürcüstanda yaşayan insanların qonaqpərvərliyi və mehribanlığı, insani keyfiyyətlərə malik olduqlarını görüb. Lakin insanların elmi və fiqhi cəhətdən çox zəif olduqlarını gördükdə, o belə qərara gəlib ki, geri qayıtdıqdan sonra İran torpağında olan dəyərli ruhanilər və seyidlərdən təbliğat üçün Gürcüstana göndərilsin. Belə ki, Seyid Mir Hüseyin ağa da Axıl Mahmudlu kəndinə elə həmin dönəmdə gəldiyi bəlli olub. Buradan belə qənaətə gəlmək olur ki, bu seyidlər bu kəndə təbliğat üçün gəliblər. Elə Mir Hüseyin ağanın bu cür gəlişini nəslin ağsaqqalı mərhum Seyid Rıza ağanın səs yazısından da təsdiqləmək olur.
Əziz tamaşaçılarımız, dəyərlərimiz verilişi Axıl Mahmudlu kəndində sona yetir. Gələn verilişlərimizdə yenə ellərimizin və kəndlərimizin dəyərləri sadası ilə görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun, Allaha əmanət olun.